Hər kəsə salam. Bu gün sual-cavab videosu çəkirəm. Sizin verdiyiniz sualları cavablandıracağam, həm də ki rəsm çəkəcəm sketchbook-a. İndi yanında əlavə bir telefon olmaq üçün sizin verdiyiniz sualları burada hamısını bir dəftərə yazmışam. Oradan oxuyacağam. Hətta 3 səhifə tutubdur. 4 səhifə xəttimlə pis çıxıbdır. Çünki tələs yazmışam. İndi bu çəkəcəm, buradan göstərim. Falan heç də belə. İndi bu gün də bunu çəkirəm. Taslağını əvvəlcədən çəkdim. Çünki dedim canım nəymiş, videoda vaxt aparmasın. İndi elə belə çəkmişəm bunu. Taslaq edə bildiyiniz kimi. Burada olacaq, buradakılardan. Bunun üstünə eləmişəm. Bu arada bu öz şeyimdir. Bu aslında qara yeri idi. Qara dəftər idi. Mən bunu belə dizayn elədim. Dizayn yəni mavi rəng. Bordakı olacaq. Arxasında da dizayn şəkillər var. Nəysə. İndi suallardan başlayaq. Birincini oxuyun. Böyüyəndə nə olmaq istəyirsən? Böyüyəndə mən kimi mühəndis olmaq istəyirəm. Mənim qərarım tez-tez dəyişdiyinə görə, yenə bilirəm ki, bu qərarım da dəyişəcək. Amma indilik mən kimi mühəndis olmaq istəyirəm. Çünki kimiyə marağım çoxdur, müəlliməm sağ olsun. Ona görə də hələlik kimi mühəndis olmaq istəyirəm. Ən sevdiyim mahnı bir dənə deyil, yəni mahnılar ola bilər o da. Yəni çoxdur, 80-dən 100-dən çoxdur da. Yəni bir insan ətər bir dənə sevdiyi mahnı ola bilər ki, mənim üçün çoxdur. Onda Spotify linkimi, hesabımı, biyoma yazmışam. Buradan baxa bilərsiniz. Sevdiyim sənətlərə, musiqiçilərə, mahnılara. Hansı ölkələrə səyahət etmək istəyərdin? Birinci olaraq Fransa. İkinci olaraq o gecələri nəsə oldu, göydə yaşıl bir dənə işıq verir. Həmin o ölkəyə getmək istəyərdim. İndi ölkə adı yadımda tutdu. Biri Fransadır, biri də o ölkədir. Azərbaycanın harasındansan? Azərbaycanın Gəncə şəhərindənəm. YouTube'a necə başladım? YouTube'a mən 6 yaşımda başlamışdım və həmin vaxtda çəkirdim belə, üzümü falan göstərdim 6 yaşımda. İndi bu kanal yoxdur, bunlar əvvəlki kanalımda. Hətta mənim bu kanalımda əvvəl 5-6 dənə kanalım, 5-6 dənə yox, 3-4 dənə kanalım olubdu və hamısı da telif yemişəm deyə canlıda. Piano eləyəndə deməli canlıya telif gəlir və həmin telif zamanında kanal bir yolluq, yəni 12 gündən sonra bağlanır və mən dedim ki, kanal açandan sonra dedim ki, bəhs edə, həmişə canlı açıram, kanal bağlanır, tədən açıram, yəni eyni dövr. Dedim ki, yox da, indi kanal nəyə bağlansın, mən açıram, o bağlanır. Sonra bu işin dalına düşdüm. Dedim ki, kimlik falan lazımdır. O da 13 yaşdan yuxarı olmalıydı. Mən də anamın kimliyi ilə elədim və kanal indi bağlanmayacaq da. Yəni uşaqlıqdan olan bir şeydir bu YouTube'a necə başlamışamsa. İndi həmin o kanalım durur. 6 yaşım telefon qırılıbdır da, həmin o çəkdiyim telefon. 6 yaşımda olan telefon qırılıbdır. Amma kanal hal-hazırda durur. İstəsə adını verə bilərəm, prosta adını verməyəcəm, boş verin. Kanal nə üçün açdım? Hobbi olaraq açmışam, elə belə. Ən sevdiyim musiqiçi, yəni bir dənə də yenə deyirəm, Spotify-dan baxa bilərsiniz hesabımdan. YouTube'a necə gedir? YouTube'a bayaq dediyimətər başladığımı və əla gedir, yaxşı gedir. Qardaşım və bacım var. Məndən 2 yaş balaca bir dənə qardaşım var. Favori Azərbaycan mahnısı çoxdur yenə. Bilmirəm. Favori yeməyim həm ki şeydir. Düşbərəkdən dovğadır. Yəni ki, evdə yemək olmasın, mən elə bütün günü dova yeyəm. Yəni ki, salatlardan da bir dənə buraq salatından, yuxa salatından xoşlayıram. Obsləri də xoşlayıram. Amma ki, obslər məncə daha xoş gəlmirdi. Amma buraq salatından, yuxa salatı mən çox xoşlayıram. Ən sevdiyim ləqəb nədir? Ən sevdiyim ləqəbim Cücədir. Bilmirəm, onu çox sevirəm. İlk takipçin kim olubdu? İndi videodan sonra qoyacağım. Bura harasa bir yerə qoyaram da, həmin o kanal adını. Bürcü nədir? Bürcüm Dolça bürcüdür. Burada qalbimi çəkmirəm heç. Ən sevdiyim rəng, ən sevdiyim fəsli hansı qrupa verəcəm? Ən sevdiyim rəng mavi rəngdir, onsuz da onu bilirsiniz. Sonra ən sevdiyim fəsli yaz fəslidir. Ən sevdiyim fən bu nə yazdı? Kimyadır. Sonra qrup, mən birinci qrup vermək istəyirəm. Amma biləm ki, ya 1 olacaq, ya 4 olacaq, ya da 5 olacaq. Haralısan, Gəncəliyəm. Ən sevdiyim vlog kanalları. Bura qoyacağım hamısını. İndi oradan baxarsınız. Telefon markası Redmi Note 14'dür. Ən yaxın dostumu deyə bilmərəm. O məndə qalsın.
Davam eləyək. Ən utandığım an nə olubdur? Ən utandığım an bir müəllim mənə salam verirdi. Yox, bir müəllim mənim arxamdakı müəllimə salam verirdi. O da mən elədim ki, o mənə salam verirdi. Mən ona salam vermişdim. Amma belə utandırıcı anım çoxdur, amma sadəcə indi bu ağlıma gəldi. Birdən məşhur olsam nə eləyərdim? Bunu heç düşünməmişəm, fikirləşməmişəm, amma birdən məşhur olsam sevinərdim. Həyatında dəyişmək istədiyim bir şey nədir? Həyatında dəyişmək istədiyim bir şey yoxdur. Bir dəqiqə bununla davam elətdireyim, çünki video çox uzun olacaq deyilsən. Məndə qəşəng oldu. Ən qəribə yuxum nə olubdur? Ən qəribə yuxum evi yandırmışdım. Və bu yuxunu mən hardasa 6-5 il əvvəl görmüşəm də. O hardan ağlımda qalıb bilmirəm, amma ki o olubdur. Ondan qəribələr də var. Məsələn, həqiqətən çox qəribə yuxularım var idi mənim. İndi elə qəribə yuxular görürəm. Ən sevdiyim heyvan rəng, YouTuber, maşın markası, göz rəngi, şəhər, bayram, yemək, şirət, dostun. Heyvan, ən sevdiyim heyvan kapibaradır. Pişikdir. Sonra tülküdür. Tülküləri çox xoşlayıram. Rəngi mavi rəngdir. Mavi və ağ rəng xoşlayıram, amma ən sevdiyim rəng mavi rəngdir. YouTubercı belə YouTubercı yoxdur. Amma belə xoşdur. Baxdığım kanallar eleştiri videolardır. Lucarix YT-yə baxıram, sonra portala baxıram. Çoxdur. Bura qoyacağım indi yenə baxdığım kanalları. Yarın baxdım. Sonra ən sevdiyim maşın markası BMW-dir. Göz rəngi yazırsam, göz rəngi başlayın nə yazdığını, göz rəngi nə? Ən sevdiyim göz rəngi qəhvə rəngi olar da, yəqin ki, mənə sualdır. Ən sevdiyim şəhər, öz yaşadığım şəhər Gəncə şəhərdir. Ən sevdiyim bayram Novruz bayramıdır. Yəni öz bayramımızdır deyə. Azərbaycan məxsus bir bayramdır. Ən sevdiyim yemək bayaq dediyim şirə Coca-Coladır. Dostum yenə demirəm. Ən böyük qorxum nədir? Ən böyük qorxum birincisi Allahdır. Sonra sevdiklərimi itirməkdir. Ondan sonra isə verdiyin dəyərin qarşılığını ala bilməmək və yaxud verdiyin zəhmətin qarşılığını ala bilməməkdir də. Əgər keçmişə qayıda bilsəydin, özünə nə məsləhət verərdin? O telefonsa heç bir şey verməyəcək. Hə. Dostluqda sənin qırmızı xəttin nədir? Güvəndir də yəqin ki. Güvən. Güvən vacib məsələdir. Davam elətdirim mən yenə. 10 il sonra özünü harada görürsən? 10 il sonra özümü iş adamı falan görürəm. Yəqin ki, heç düşünməmişəm bunu. Ananın adı nədir? Çox qəribə sual olubdu opsiyanın içində. Anamın adı Güneldir. Müəllim olsaydı nə müəllim olmaq istəyərdim? Müəllim olsaydı mən kimə müəlliməsi olmaq istəyərdim? Ən çox bəyəndiyim və çatıb çəkilən videom. Ən çox bəyəndiyim video belə nətər deyim? Axırıncı videom vardı, imtahan videom. Onu çox xoşlamışdım. Sonra ən çətin çəkilən videom, o demişim, səhərə kimi, gün çıxan kimi kim yaşamaq videom ən çətin çəkilən elə oydu. Uğursuzluq yaşadığın an olub, hə, olubdur, çox olubdur. Yəni ki, onu unutmayın ki, yəni ki, bir yerə qalmaq istəyirsənsə, mütləq uğursuzluq yaşayacaqsan. Ən çox peşman olduğum video yoxdur. Görünməz olsan nə edərdin? Görünməz olsaydın bizim məktəbin bir dənə yeri var. Oraya gedib baxmaq istəyərdim. Hansı diziyə baxırsan? Belə mən dizilərə baxmağı xoşlamıram da, uzun dizilərə falan baxmağı heç xoşlamıram. Bir dənə baxdığım var, o da ki, yəni ki, durub gözləmirəm ki, kinom gəlsin, baxım edeyim falan, elə şey eləmirəm. Amma elə belə bir dənə evdə hamı baxır deyə baxdığım var, o da Güllər və Günahlardır. Amma belə mən film xoşlayıram dizidən çox. Olimpiyada haqqında nə fikirləşirsən? Olimpiyada haqqında məncə bu ilki rəhim datını salmışlar, yəni deyirəm. Bu ilki rəfəyimi yaza bilərdik, yazıla biləcək səviyyədə, amma keçənilkinə baxanda kesinlikle daha asan salmışdılar. Paranormal olay yaşamısı anladarsan, xeyr yaşanmayıbdır. Kimidən hansı müəllimə hazırlığa gedirsən, kimidən fərqənə müəllimə hazırlığa gedirəm. Azərbaycan dili yoxsa riyaziyyat? Riyaziyyat sevirəm. Ən sevdiyim meyvə ərikdir. Köbülə cenidir. Ən zəhləngedən insan tipi. Mesaja gec baxın. Ən aşağı bal neçə olubdur? Bunu utanaraq deyirəm. Ən aşağı balım 11 bal olubdur. O da 5-ci sinifdə deyəsən. Dedim, gündən neçə saat dərs çalışıram. Bu günün hansı gün olmağına bağlıdır. Məktəb olur daha çox çalışıram, olmur az çalışıram. Elə dəyişir də bu. Heç YouTube-da buraxmağa fikirləşmişəm. Bəli, fikirləşmişəm bir dəfə olubdu da kanala bağlamağa fikirləşmişəm. Elə eyni şeydə kanala bağlamağa fikirləşmişəm bir dəfəsində.
Çünki həmin vaxtı videolarım tutmurdu. İzlənmə falan aşağı gəlirdi falan, ona görə. Videom bu qədər idi. Yəni kanala abunə olub like atmağı unutmayın. Görüşərik. Bu arada video fikriniz olsa yorumlara yazın. Çünki hamınızın yorumunu oxuyuram və sizin dediyiniz videoları çəkməyə çalışacağam.